Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Və bugün biz Mədinə Tədris kursunun 1-ci kitabının 12-ci dərsinə deməli toxunacaq. 12-ci dərsdə biz əsasən ikinci şəxs qadın cinsinin təki üçün işlənən ənti, yəni sən şəxs əvəzliyini və bu şəxs əvəzliyində olan deməli feilin bu şəxs əvəzliyində dəyişməsini və həmçində ismin bu ikinci şəxsin qadın cinsinin təkində qəbul etdiyi bitişən əvəzliyi öyrənəcəyik. Və biz keçən dərsimizdə bildik ki, ərəb dilində şəxs əvəzlikləri hallanmır. Və bu şəxs əvəzliklərini cər halında, yəni yəli halda və həmçinin nasb halında bitişən əvəzliklər əvəz edir. Və biz keçən dərsimizdə deməli ənə, mən, əntə, sən kişi cinsində, huva, o, və hiyyə, o şəxs əvəzliklərini keçdik və bu şəxs əvəzliklərin deməli cər halında, yəni yəli halda qəbul etdiyi şəxs deməli bitişən əvəzlikləri də öyrəndik və bildik ki, ənə, mən deməli birinci şəxsin təki şəxs əvəzliyi cər halında deməli onu bu əvəzliyi i, yəni yə özündən əvvəl kəsrə olan yə hərfi əvəz edir. Məsələn, kitəbi, mənim kitabım. İkinci şəxsdə isə əntə, kişi cinsinin təkində, yəni sən şəxs əvəzliyini, damirini kə, bitişən əvəzliyi cər halında əvəz edir və bu da məsələn kitəbukə, kitabın və ya sənin kitabın. Və həmçinin huva şəxs əvəzliyini keçdik, üçüncü şəxsin kişi cinsinin təki o şəxs əvəzliyini keçdik və bildik ki, bu şəxs əvəzliyi cər halında hu deməli bitişən əvəzliyi əvəz edir. Məsələn, kitəbuhu, onun kitabı və ya kitabı və hiyyə deməli üçüncü şəxsin təki qadın cinsinin şəxs əvəzliyini isə hə bitişən əvəzliyi əvəz edir və bu da kitəbuhə, onun kitabı. Və bugün biz deməli ikinci şəxs qadın cinsinin təki üçün, yəni sən, ənti şəxs əvəzliyini keçəcəyik və buna görə də bunu göy deməli qələmlə yazmışam ki, seçilsin. Və ənti şəxs əvəzliyi sən, yəni qadın cinsinə müraciət etmək üçün, xitab etmək üçün istifadə olunur və bu şəxs əvəzliyinin bitişən variantı ki, yəni cər halında bu şəxs əvəzliyini ki bitişən əvəzliyi əvəz edir. Məsələn, kitəbuki, sənin kitabın. Məsələn, tutaq ki, mən belə bir cümlə yazıram. Tutaq ki, mən Məryəmə xitab edirəm. Deyirəm ki, əynə kitəbuki yə Məryəmu. Əynə kitəbuki yə Məryəmu. Ey Məryəm, sənin kitabın haradadır? Və burada gördüyümüz kimi mən ki bitişən əvəzliyindən istifadə etdim. Əgər müraciət olunan, xitab olunan kişi olsaydı, yəni məsələn Həmid olsaydı, mən deyəcəkdim ki, əynə kitəbukə yə Həmidu. Sənin kitabın haradadır, ey Həmid. Gördüyümüz kimi, deməli, xitab olunan qadındırsa, təkdədirsə, ki, deməli, kişidirsə, kə bitişən əvəzliyi istifadə olunur. Və həmçinin biz keçən dərsimizdə
feillərin, keçmiş zaman feillərinin şəxslərdə dəyişməsini öyrəndik. Və bildik ki, ərəb dilində deməli feillərin məsdər forması, yəni sabit məsdər forması olmadığına görə üçüncü şəxsin kişi cinsinin təki şərti məsdər kimi götürülür. Çünki burada deməli feil heç bir şəxs olduğu qəbul etmir. Və bu deməli şərti məsdər kimi götürürlər və bu şərti məsdərə biz bu şəxs sonluqlarını əlavə edirdik. Və biz keçən dərsimizdə ənə bildik ki, birinci şəxsin təkində sukun tu şəxs sonluğu əlavə olunur və məsələn zəhəbə feili olur zəhəbtu, mən getdim. Və həmçinin əntədə sukun tə şəxs sonluğu əlavə olunur, məsələn zəhəbtə. Və huvada bildik ki, heç bir şəxs sonluğu yoxdur və bu şərti məsdər kimi götürülür və ona görə də lüğət kitablarında və dərsliklərində deməli feil məhz üçüncü şəxsin kişi cinsinin təkində verilir. Çünki bu şəxsdə üçüncü şəxsin kişi cinsinin təkində feil heç bir şəxs sonluğu qəbul etmir və bu deməli izah edilmə, şərh edilmə və həmçində kökü deməli görmə baxımından daha əlverişlidir. Və qadın cinsinin təkində isə hiyə ət şəxs sonluğu qəbul edilir. Məsələn zəhəbət. Və bu gün biz ənti deməli şəxs əvəzliyində keçmiş zaman feilinin dəyişərkən hansı şəxs sonluğunu qəbul etməsini öyrənəcəyik və ənti şəxs sonluğun şəxs əvəzliyində feil keçmiş zaman feili sukun ti şəxs sonluğunu qəbul edir. Məsələn zəhəbti, sən getdin. Məsələn sual verirəm ki, hara getmişdin? Ey Məryəm, deyəcəm ki, Əynə zəhəbti? Əynə zəhəbti yə Məryəmu? Sən hara getmişdin ey Məryəm? Və əgər xitab etdiyimiz kişi olsaydı, olacaqdı əynə zəhəbtə? Əynə zəhəbtə yə Həmidu? Məsələn. Və bununla da biz ənti, yəni ikinci şəxs qadın cinsinin təki üçün işlənən ənti şəxs əvəzliyini öyrəndik, sən qadın cinsi üçün və bildik ki, bu şəxs əvəzliyi cər halında ki, bu şəxs əvəzliyini ki deməli bitişən əvəzliyi əvəz edir və feil isə bu şəxsdə hal dəyişərkən sukun ti şəxs olduğunu qəbul edir. Və biz bugün öyrəndiyimiz deməli şəxs əvəzliyi bax bu idi. Əsas mövzumuz bizim bu idi. Ənti bitişən forması cər halında ki, kitə bu ki, yenə də ənti keçmiş zaman feilinin qəbul etdiyi şəxs sonluğu sukun ti, məsələn zəhəbti. Və biz keçən dərsimizdə öyrəndik ki, bu bitişən əvəzliklər həmçinin deməli cər halı tələb edən, yəni yəlik hal tələb edən ön qoşmalarla və həmçində zərflərlə də işlənə bilir. Bu bitişən əvəzliklərlə əlaqəli olan daha bir məsələni izah etmək istəyərdim. Bəzi hallarda ərəb dilində bitişən əvəzliklərdən sonra deməli ayrı yazılan şəxs əvəzlikləri də işlənir. Və bu şəxs əvəzliklərin işlənməsi deməli burada mənanı məntiqi vurğu kimi və ya mənanı daha da gücləndirmək üçün istifadə olunur. Məsələn, belə bir cümlə yazıram. Limən həzəl kitəbu? Limən həzəl kitəbu? Bu kitab kimindir? Cavab: Həzə kitəbukə. Bu sənin kitabındır. Və gördüyünüz kimi burada biz bitişən əvəzlikdən istifadə etdik, sənin kitabındır. Və bəzi hallarda bu bitişən əvəzlikdən sonra deməli ayrı yazılan şəxs əvəzliyi də işlənir. Məsələn, həzə kitəbukə əntə. Yəni məna baxımından burada
heç bir dəyişiklik baş vermədi. Sadəcə bu şəxs əvəzliyinin bitişən əvəzlikdən sonra, yəni eyni şəxsdə olan şəxs əvəzliyin işlənməsi sadəcə məntiqi vurğu və ya cümlənin məzmununu gücləndirmək üçün işlənir. Amma tərcümə baxımından isə bu sənin kitabındır kimi tərcümə olunur. 12-ci dərsimizdə olan qrammatik mövzulardan biri də əlləti nisbi əvəzliyidir. Və nisbi əvəzliklər barədə biz 9-cu dərsimizdə keçmişdik və bildik ki, nisbi əvəzliklər Azərbaycan dilində deməli olduğu kimi tərcümə olunmur və nisbi əvəzliklər elə bir əvəzliklərdir ki, bu əvəzliklərdən sonra mütləq cümlə gəlməlidir və bu cümlə deməli ya ön qoşma və isimdən ibarət olan şibhu cümlə olur, ya da ki, feili və ya ismi cümlə olur. Və nisbi əvəzliklərdən biz əlləzi, yəni kişi cinsinin təki üçün işlənən əlləzi nisbi əvəzliyini keçdik və bildik ki, nisbi əvəzliklərdən sonra əgər şibhu cümlə, yəni ön qoşma və ya zərfdən ibarət olan cümlə gələrsə, bu zaman nisbi əvəzliklər dakı, dəki kimi tərcümə olunur. Məsələn, əl-kitabul-ləzi aləl-məktəbi lil-müdərrisi və tərcümə edərkən stolun üzərindəki kitab, yəni biz bunu təyin kimi tərcümə edirik, sifət kimi tərcümə olunur və ümumiyyətlə belə bir qayda götürmək olar ki, əgər müəyyən isimdən sonra nisbi əvəzlik gələrsə, nisbi əvəzlik sifət kimi deməli götürüləcək, hallanacaq. Və əl-kitabul-ləzi aləl-məktəbi lil-müdərrisi yazı stolunun üzərindəki kitab müəllimindir. Burada əl-kitabu mübtəda, lil-müdərrisi olacaq xəbər, əlləzi burada nə'ət, yəni sifət kimi erab olunacaq. Aləl-məktəbi isə nisbi əvəzliyi açıqlayan, deməli, silətul mövsul. Bunu biz keçən dərsimizdə, əvvəlki dərsimizdə öyrənmişdik. Və biz bildik ki, həmçinin əgər nisbi əvəzlikdən sonra feili cümlə gəlsə, məsələn, ət-talibul-ləzi xaraca minəl-fasli minəl-yəbəni və bu nisbi əvəzlik bu zaman deməli an-ən indiki zaman feili sifət şəkilcisi kimi tərcümə olunur və tərcüməsi olacaq sinifdən çıxan tələbə Yaponiyadandır və burada yenə də ət-talibu mübtəda minəl-yəbəni olacaq xəbər, əlləzi sifət, xaraca minəl-fasli isə silətul mövsul, yəni nisbi əvəzliyi ilə birlikdə işlənən cümlədir. Və bu gün biz əlləti nisbi əvəzliyini keçəcək. Bu da yenə mənası eynidir. Sadəcə qadın cinsinin təki üçün işlənir. Biz bildiyimiz kimi sifət, sifətlənən isimlə deməli cinsdə uzlaşır və ona görə də əgər əs-səatu burada qadın cinsinin müənnəs olduğuna görə biz əlləti nisbi əvəzliyindən istifadə edirik. Mənası isə yenə də eynidir. Əs-səatu-ləti aləs-səriri li hamidin. Çarpayının üzərindəki saat həmidindir və yenə də burada əs-səatu mübtəda olacaq. Əlləti sifət, aləs-səriri isə silətul mövsul kimi erab olacaq. Li hamidin xəbər. Ət-talibətul-ləti xaracət minəl-fasli minəl-hindi. Sinifdən çıxan tələbə qız Hindistandandır. Və burada gördüyümüz biz bunu an-ən kimi tərcümə etdik. Mübtəda, bu sifət, bu xəbər, bu isə yenə də silətul mövsul kimi götürüləcək. İndi isə 12-ci dərsin mətn və tapşırıqlarını oxumağa başlayaq. 12-ci dərsin mətnində suadu və bir qızın, yəni əl-bintu bir qızın dialoqu verilmişdir və suadu qız adıdır. Suad. Suad deyir: Əssəlamu aleyki və rəhmətullahi və bərəkətuhu. Əl-bintu qız və aleykissəlamu və rəhmətullahi və bərəkətuhu. Burada gördüyümüz kimi fikir versək görərik ki, suadu
Əl-bintu qıza müraciət etdiyinə görə aleyki ki bitişən əvəzliyindən deməli istifadə olundu. Və həmçində qız da əl-bintu suadə müraciət etdiyinə görə və aleyki ki bitişən əvəzlikdən istifadə olundu. Suadu keyfə haluki ya bintu necəsən ey qız? Yenə də burada qıza bint müənnəs isim olduğuna görə ki bitişən əvəzliyindən istifadə olundu. Əl-bintu ənə bi xeyrin vəlhamdülillah. Və burada bir şey də qeyd edim ki, əvvəlcə keyfə sual əvəzliyidir və necə deməkdir. Ənə bi xeyrin vəlhamdülillahi. Mən yaxşıyam, yəni xeyirləyəm hərfi tərcümə etsək, yəni bi ön qoşması işlənir burada. Mən yaxşıyam, Allaha həmd olsun. Suadu min əynə ənti. Sən haradansan? Və ənti bizim bu dərsimizdə öyrənəcəyimiz şəxs əvəzidir. İkinci şəxsin qadın cinsini təkid üçün işlənir. Əl-bintu ənə minər-riyadi. Min əynə ənti. Sən haradansan? Əl-bintu ənə minər-riyadi. Mən Ər-Riyaddanam. Məsmuki. Adın nədir? İsmi Əminətu. Adım Əminədir. Əynə əbuki. Atan haradadır? Qız cavab verir. Əl-bintu əbi huna fil mədinətil munəvvərati huvə muvəccihun fil mədrasəti thənəviyyəti. Atam burada Mədinə Münəvvərədədir, Mədinədədir və o orta məktəbdə Əl-Mədrasə Əs-Sənəviyyə, yəni 11 illik məktəbə deyilir. Ümumiyyətlə, bunu qeyd edim ki, Ərəbistanda məktəblər 3 cürdür. Birincisi Əl-Mədrasə Əl-İbtidaiyə, yəni ibtidai məktəbdir. Bunların hər üçü bizdə cümlələrdə işlənəcək, ona görə də qeyd edirəm. Əl-Mədrasə Əl-İbtidaiyə, ibtidai məktəb və bu məktəb 1-ci sinifdən 4-cü sinifə kimi olan deməli, sinifləri əhatə edir. Əl-Mədrasə Əl-Mutavassita, orta məktəb və bu 5-8-ci sinifləri. Bir də Əl-Mədrasə Əs-Sənəviyyə, bu da deməli 9-11-ci sinifləri əhatə edir. Huvə muvəccihun fil mədrasəti sənəviyyəti. O, orta məktəbdə muvəccihun zavuc və ya yönəldən nəzarətçi. Suad və əynə ummuki. Bəs anan haradadır? Əl-bintu hiyə əydan huna. Hiyə tabibətun fi müstəşfəl vilədəti. O da həmçinin buradadır. O, doğum evində həkimdir. Müstəşfəl vilədəti doğum evi deməkdir. Suadu və mən hədihil fətətul ləti mə'aki əhiyyə uxtuki. Suad soruşur ki, səninlə birlikdə olan bu gənc qız kimdir? Və burada gördüyümüz kimi əlləti nisbi əbəzi istifadə olundu. Çünki əl-fətətu gənc qız deməkdir. Və mən hədihil fətətul ləti mə'aki. Səninlə birlikdə olan bu gənc qız kimdir? Əhiyyə uxtuki. O sənin bacındırmı? Əl-bintu lə hiyyə bintu ammi. O mənim əmim qızıdır. Məsmuhə. Adı nədir? İsmuhə Fatimətu. Onun adı Fatimədir. Və burada gördüyümüz kimi hə bitişən əvəzi işlənib. Çünki söhbət qızdan gedir. Və həmçində məsmuhə, onun adı nədir? Əhiyyə zəmilətuki. O sənin sinif yoldaşındırmı? Lə ənə fil mədrasətil mutəvassitati.
وَهِيَ فِي الْمَدْرَسَةِ الثَّانَوِيَّةِ Xeyr, mən 8 illik məktəbdəyəm. O isə 11 illik məktəbdədir. Ələki uxtun, sənin bacın varmı? Lə, məli uxtun, xeyr, mənim bacım yoxdur. Ələki əxun, sənin qardaşın varmı? Nəam, li əxun kəbirun, və huvə talibun bil cəmiəti. Bəli, mənim böyük qardaşım var və o universitetdə tələbədir. وَمَنْ هَذَا الطِّفْلُ الَّذِي مَعَكِ Və səninlə birlikdə olan bu balaca uşaq kimdir? Bu uşaq kimdir? هُوَ ابْنُ أَخِي O, qardaşımın oğludur. Və İbn sözündəki həmzə birləşdirici həmzə olduğuna görə biz tələffüz etmirik onu. هُوَ ابْنُ أَخِي Məsmuhu, onun adı nədir? Burada hu bitişən əvəzi işləndi. Çünki İbn kişi cinsindədir. Yəni uşaq, oğul deməkdir. Məsmuhu, onun adı nədir? İsmuhu Sa'dun. Onun adı Sa'ddır. Əummuki fil beytil ənə Anan indi evdədirmi? Lə Zəhəbət iləl müstəşfə Xeyr, o xəstəxanaya getdi və burada gördüyümüz kimi zəhəbət üçüncü şəxsin təki deməli feilin, keçmiş zaman feilinin üçüncü şəxsin qadın cinsinin təkində dəyişməsini görürük. Və zəhəbət, yəni hiyə, söhbət anadan getdiyinə görə zəhəbət kimi işlənmişdir. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımızda bizə verilən cümlələri oxuyub və yazmaq bizdən tələb olunur. Keyfə həlukə yə əbi Halın necədir və ya necəsən ey ata? Və burada gördüyümüz kimi kə bitişən əvəzindən istifadə etmişik. Çünki xitab olunan əbi atadır. Və ona görə də cümləni, əgər xitab cümləsidirsə, ilk növbədə kimə xitab olunduğunu dəqiqləşdirmək, sonra isə oxumaq lazımdır, hərəkətsiz oxuyarkən. Çünki hərəkətsiz oxuyarkən fərqlənmir keyfə həlukə və ya həluki. Amma biz xitab olunanı, deməli, gördükdən, baxdıqdan sonra xitab olunan kimdir? Bu zaman biz bunu kə və ya ki olduğunu, deməli, müəyyən edirik. Keyfə həlukə yə əbi Ey ata, necəsən? Keyfə həluki yə ummi Ey ana, necəsən? Və burada gördüyümüz kimi birinci cümlədə xitab əbi, yəni ataya olduğuna görə kə bitişən əvəzindən istifadə olunub, həlukə. İkincisində isə ummi, yəni anaya müraciət olduğuna görə ki bitişən əvəzindən istifadə olunub. Keyfə həluki yə ummi Ey ana, halın necədir, necəsən? Üçüncü cümləyə fikir verək. Üçüncü cümlədə xitab olunan Zeynəbdir. Və buna görə də ki bitişən əvəzliyindən istifadə edəcəyik. Əynə bunuki yə Zeynəbu Ey Zeynəb, oğlun haradadır? Zəhəbə iləl məscidi Məscidə getdi. Və İbn sözü kişi cinsində olduğuna görə zəhəbə üçüncü şəxsin təkində işlənib. Yəni huva zəhəbə. Dördüncü cümləyə fikir verək. Əminətu müənnəs qadın cinsinin isimdir və ona görə də ki bitişən əvəzində istifadə edəcəyik. Əynə bintuki yə Əminətu Qızın haradadır ey Əminə? Zəhəbət iləl mədrasəti Məktəbə getdi. Və burada bintun sözü müənnəs isim olduğuna görə zəhəbət, yəni qadın üçüncü şəxsin qadın cinsi təki hiyə zəhəbət istifadə olunub. Limən həzihi səatul cəmilətu Bu gözəl saat kimindir? Əhiyyə ləki
Yə Fatimətu və burada Fatimə müənnəs isim olduğuna görə ki bitişən əvəzindən istifadə olunub. O sənindirmi ey Fatimə? Nəam hiyə li. Bəli, o mənimdir və sa'a qadın cinsində olduğuna görə hiyə şəxs əvəzindən istifadə olunub. Əhəzə qələmukə yə Muhammədu və Muhamməd müzəkkər kişi cinsindədir, ona görə də qələmukə. Bu sənin qələmindirmi ey Muhamməd? Lə. Həzə qələmukə əntə. Xeyr, bu sənin qələmindir. Və gördüyümüz kimi burada kə bitişən əvəzindən sonra əntə damiri işlənib, şəxs əvəzi işlənib və biz dərsdə qeyd etdiyimiz kimi əgər bitişən əvəzlikdən sonra deməli ayrı yazılan deməli şəxs əvəzliyi gələrsə, bu təkid üçün, yəni cümlənin məzmununu gücləndirmək üçün və ya məntiqi vurğu üçün istifadə olunur. Xeyr, bu sənin qələmindir. Tilkə səyyaratul cəmilətul-ləti xaracətil-ənə minəl-mədrəsəti lil-mudiri. İndicə məktəbdən çıxan o gözəl maşın müdirindir, müdirə məxsusdur. Və burada gördüyümüz kimi əlləti nisbə əvəzindən istifadə olunub, çünki əs-səyyaratu müənnəs isim qadın cinsindədir. Və nisbə əvəzlikdən sonra xaracətil ənə minəl mədrəsəti fiili cümləsi gəldiyinə görə əlləti ən kimi tərcümə olunacaq. İndicə məktəbdən çıxan o gözəl maşın müdirindir və o gözəl maşın onu biz əvvələ ona görə işlətdik ki, burada deməli uzlaşan təyini söz birləşməsidir və orada şəxs əvəzliyi işarə əvəzliyi birinci işlənməlidir. Və tilkə burada xəbər olacaq, mübtədə olacaq. Əs-səyyaratu bədəl, əl-cəmilətu sifət, əlləti növbəti sifət, başqa bir sifət, xaracətil-ənə minəl-mədrəsəti bu cümlə deməli silətul mövsuldur. Lil-mudiri isə burada deməli xəbər olacaq. Əntə mühəndisun yə əxi. Sən mühəndissənmi ey qardaş, ey qardaşım? Lə, ənə tabibun. Mən həkiməm. Xeyr, mən həkiməm. Və əxi kişi cinsində olduğuna görə əntə şəxs əvəzliyi işləndi. Ənti tabibətun yə uxti. Və burada uxti müənnəs qadın olduğuna görə ənti şəxs əvəzliyi işlənib. Sən həkimsənmi ey bacı? Lə, ənə müdərrisətun. Xeyr, mən müəlliməyəm. Növbəti tapşırığımızda bizə sual cümlələri verilib və bu sual cümlələrində biz deməli sual cümlələrində xitab olunan, yəni xitabı və buradakı xitablar, deməli verilən cümlələrin hər birində xitab gördüyümüz kimi müzəkkər, yəni kişi cinsində olan isimlərdir. Məsələn, yə Muhammədu, ey Məhəmməd, yə Ustazi, ey müəllimim və s. Və biz burada bu cümlələrdəki olan xitabı qadın cinsində dəyişməliyik və cümlədə də tələb olunan şəxs əvəzliklərini dəyişəcəyik. Qadın cinsinə uyğun dəyişəcəyik. Başlayaq birinci cümlədə. Birinci burada bizə nümunə verilib. Əynə qaləmukə yə əbi. Çünki niyə görə qaləmukə? Çünki burada əbi kişi cinsindədir. Və biz bunu dəyişib. Əynə qaləmuki yə ummi. Qələmin haradadır ey ana. İndi siz keçək cümlələrə. Əindəkə qaləmun yə Muhammədu. Sənin qələmin varmı ey Məhəmməd? Və biz burada Muhammədi Əminə ilə dəyişməliyik, yəni Əminəyə müraciət etməliyik və Əminəyə müraciət etsək, avtomatik olaraq kə bitişən əvəzliyi ki ilə əvəz olunacaq. Cavab,
Əindəki qələmun yə əminətu. Əynə beytukə yə ustazi. Evin haradadır ey müəllimim? Biz bunu ustazəti ilə əvəz etməliyik. Əynə beytuki yə ustazəti. Ey müəlliməm, evin haradadır? Əhəzə dəftəru ləkə yə Aliyyü. Bu dəftər sənindirmi ey Əli? Biz Əlini Fatimə ilə əvəz eləməliyik. Əhəzə dəftəru ləki yə Fatimətu. Gördüyümüz kimi biz buralarda, bu cümlələrdə kə deməli bitişən əvəzini ki bitişən əvəzi ilə qadın cinsində əvəz etdik. Min əynə əntə yə əxi. Sən haradansan ey qardaşım? Min əynə ənti yə uxti. Sən haradansan ey bacım? Əynə əbukə yə Xalidu. Ey Xalid, atan haradadır? Əynə əbuki yə Xadicətu. Ey Xədicə, atan haradadır? Əəntə məridun yə xali. Ey dayı, sən xəstəsənmi? Əənti məridatun yə xaləti. Ey xala, sən xəstəsənmi? Və biz burada deməli əntə şəxs əvəzini ənti ilə əvəz etdik və eyni zamanda xəbər mübtəda ilə uzlaşması tələb olunduğu üçün məridun xəbərini məridatun xəbəri ilə əvəz etdik, yəni təmərbuta qoşduq. Əynə bintukə yə ammi. Ey əmi, qızın haradadır? Əynə bintuki yə amməti. Ey bibi, qızın haradadır? Ələkə əxun yə Həmidu. Sənin qardaşın varmı ey Həmid? Ələki əxun yə Suadu. Sənin qardaşın varmı ey Suad? Məzə indəkə yə əxi. Səndə nə var və ya sənə nə olub ey qardaş? Məzə indəki yə uxti. Ey bacı, sənə nə olub? Əssəlamu aleykə yə əbi. Əssəlamu aleyki yə ummi. Ey ata, sənə salam olsun. Ey ana, sənə salam olsun. Növbəli tapşırığımızda bizə feili cümlələr verib və bu feili cümlələr üçüncü şəxs kişi cinsinin, bu feili cümlələrdə olan feillər üçüncü şəxs kişi cinsinin təki üçündür. Yəni huva. Huva üçün işlənib. Və biz burada bu şəxs əvəzi ilə deməli bu feilləri üçüncü şəxs qadın cinsinin təki üçün deməli dəyişərək işlədəcəyik. Məsələn, misal verilib bizə xaraca Muhammedun minəl beyti. Muhammed evdən çıxdı. Və biz Muhammədi əminə ilə məsələn əvəz edib xaracət, yəni feil artıq burada dəyişərək xaracət şəxs sonluğunu, ət şəxs sonluğunu qəbul etdi. Gördüyümüz kimi və xaracət oldu. Xaracət əminətu minəl beyti. İndi isə digər cümlələrə fikir verək. Zəhəbəl müdərrisu iləl fasli. Müəllim sinifə getdi. Və biz müdərrisi dəyişib əvəzinə məsələn müənnəs bir isim qoymalıyıq. Zəhəbətil müdərrisətu iləl fasli. Müəllimə sinifə getdi. Və biz burada fikir versək görərik ki, üçüncü şəxsin qadın cinsi təkində, yəni hiyədə feil ət şəxs sonluğun qəbul edir. Və ət şəxs sonluğundan deməli sonra əl artiklı gələrsə və biz bildiyimiz kimi iki deməli sakin hərf yanaşı gəlməməsi üçün əl artiklından əvvəl gələn heycada deməli köməkçi hərəkələrlə sakin hərf hərəkələnir və burada deməli sakin hərfdən əvvəl fəthə gəldiyinə görə biz
deməli sakin hərfi ti kəsrə ilə əvəz edəcək və zəhəbətil müdərrisətu iləl fasli, müəllimə sinifə getdi. İkinci cümlə, zəhəbə əbi iləl müstəşfə, atam xəstəxanaya getdi. Zəhəbət ummi iləl müstəşfə, anam xəstəxanaya getdi. Cələsət talibu fil fasli, tələbə sinifdə əyləşdi. Cələsəti talibətu fil fasli, tələbə qız sinifdə oturdu, əyləşdi. Və gördüyümüz ki, burada da yenə də əl artiklından əvvəl sakin hərf gəldiyinə görə bu kəsrələnir. Cələsəti talibətu köməkçi hərəkələrdir. Xaracə əxi minəl beyti, qardaşım evdən çıxdı. Xaracət uxti minəl beyti, bacım evdən çıxdı. Və burada gördüyümüz kimi bizə verib cələsət ət-talibətu, yəni əl artiklından əvvəl sakin hərf gəldiyinə görə burada həmən sakin hərf kəsrə köməkçi hərəkəsi ilə hərəkələnib. Çünki iki sakin hərf yanaşı gələ bilməz. Və buna görə də cələsətit talibətu formasını alıb. Yəni, əl artiklından əvvəl sakin hərf gələrsə və bu sakin hərfdən əvvəlki də əgər deməli fəthə olarsa, bu halda sakin hərf deməli, bax belə bir göstərə bilərik ki, sakin hərf kəsrə ilə əvəz olunur. 5-ci tapşırıqda bizə gələn cümlələri oxumaq deməli tələb olunur. Və bu cümlələr əlləzi və əlləti nisbi əvəzliklərinə aiddir. Və biz bildik ki, əlləzi nisbi əvəzliyi müzəkkər, mufrad, yəni kişi cinsinin təki üçün işlənir. Əlləti isə müənnəs isimlər üçün işlənir. Mənil fətəlləzi xaracə min beytikəl ənə, indicə sənin evindən çıxan gənc oğlan kimdir? Huvabnu ammi, o əmim oğludur. Mənil fətətulləti xaracət min beytikəl ənə ya Muhammədu, ey Məhəmməd, indicə sənin evindən çıxan gənc qız, əl-fətəyatu gənc qız kimdir? Hiyyə bintu xaləti, o xalam qızıdır. Limənil miftəhulləzi aləl məktəbi, yazı stolunun üzərindəki açar kimindir? Huvalil müdərrisi, o müəllimindir. Limənis sə'atulləti aləs-səriri, çarpayının üzərindəki saat kimindir? Hiyyə li zavci uxti, o bacımın ərinindir. Və burada biz fikir versək, görərik ki, nisbi əvəzlikdən sonra feili cümlə gəlirsə, biz onu ən kimi tərcümə etdik, indicə evindən çıxan. Amma nisbi əvəzlikdən sonra şibhü cümlə, yəni ön qoşma və isimdən ibarət olan deməli, ifadə gəldikdə isə biz bunu dakı kimi tərcümə etdik. Stolun üzərindəki, çarpayının üzərindəki. Növbəli tapşırıqda bizə iki nisbi əvəzlik verilib. Əlləzi və əlləti nisbi əvəzlikləri verilib. Bunlardan biri bildiyimiz kimi əlləzi müzəkkər kişi cinsi üçün tək, kişi cinsinin təki üçün, əlləti isə müənnəs qadın cinsinin təki üçün işlənir. Və biz bu boşluqlara münasib olan bu nisbi əvəzliklərdən, iki nisbi əvəzlikdən münasib olanını deməli qoymalıyıq. Və hansı nisbi əvəzliyin qoyulması isə bizdə deməli nisbi əvəzlikdən əvvəl gələn bu isimdən asılı olacaq.
Birinci cümlədə əl-kitabu sözü verilir və əl-kitabu müzəkkər isim olduğuna görə əlləzi nisbi əvəzliyi uyğun gəlir. Əl-kitabu'l-ləzi aləl-məktəbi lil-müdərrisi. Stolun üzərindəki kitab müəllimindir. İkinci cümlədə əl-qələmu verilir və yenə də burada əlləzi daha uyğun gəlir, çünki müzəkkərdir. Əl-qələmu'l-ləzi fi haqibəti məksurun. Çantamdakı qələm sınıqdır və burada əl-qələmu mübtədə, əlləzi sifət, məksurun xəbər, fi haqibəti isə, fi haqibəti bu, deməli, silətul mövsuldur, yəni nisbi əvəzliyi açıqlayan cümlə. Üçüncü cümlədə bizə əs-səyyara sözü verilir və əs-səyyara sözü müənnəs olduğuna görə əlləti nisbi əvəzliyi qoyulmalıdır boşluğa. Əs-səyyaratu'l-ləti xaracət minəl-müstəşfəl-ənə lit-tabibil-cədidi. İndicə xəstəxanadan çıxan maşın yeni həkimindir. Əl-kəlbu'l-ləzi fil-hədiqati məridun. Bağçadakı it xəstədir. Əl-fətəl-ləzi xaracə minəl-məscidil-ənə ibnul-müəzzini. İndicə məsciddən çıxan gənc oğlan müəzzinin oğludur. Tilkəl-battatu'l-ləti təhtəş-şəcərati li-bintil-fəlləhi. Ağacın altındakı ördək kəndlinin qızınındır. Və əş-şəcəratu ağac deməkdir. Əl-beytul-cədidu'l-ləzi fi zəlikəş-şəri'i lil-vəziri. O küçədəki yeni ev nazirindir. Əd-dərsul-ləzi bə'də həzəd-dərsi səhlun ciddən. Bu dərsdən sonraki dərs olduqca asandır. Mənil-fətətu'l-ləti cələsət əməməl-müdərrisəti. Müəllimənin qarşısında əyləşən gənc qız kimdir? Hiyə talibətun min Maliziyə. O, Malaziyadan tələbədir. Ətilkəl-həqibətu'l-ləti təhtəl-məktəbi ləkə yə Xalidu. Yazı stolunun altındakı çanta, o çanta sənindirmi ey Xalid? Lə, hiyə li sadiqi Muhammedin. O, dostum Muhammedindir. 12-ci dərsdə istifadə olunan yeni sözlər. Əl-ammu, əmi, əxul-əbi, atanın qardaşıdır. Əl-ammətu, bibi, uxtul-əbi, atanın bacısıdır. Əl-xalu, dayı, əxul-ummi, ananın qardaşıdır. Əl-xalətu, uxtul-ummi, xala, ananın bacısıdır. Və müstəşfəl-vilədəti, doğum evi, doğum xəstəxanası.